Salamlayıram Azərbaycan xalqımızı, Azərbaycanın nəhəng lideri İlham Əliyev cənabları, Azərbaycanımızın sərkərdəsi, dünya lideri, dünya nüfusuna malik nəhəng liderimiz İlham Əliyev cənabları. Bəli, əziz xalqım, bugünkü günüm mənim şad günümdür. Bütün Azərbaycan xalqı ilə bölüşmək istəyirəm. Bugünkü günüm mənə yuxarı səlahiyyətli şəxslər tərəfindən mənə təbriklər olundu. Mənim elədiyim çıxışlara görə mənə təbriklər olundu. Yuxarı səlahiyyətli şəxslər, vəzifəli şəxslər ki, Rəşad Əliyev sizin apardığınız, elədiyiniz çıxışlar, apardığınız siyasət bir nömrəli nəhəng liderin siyasətini dəstəkləyən vətəndaşsınız. Buna görə sizə təşəkkürümüzü bildiririk. Sizin elədiyiniz çıxışları biz hamısını izləmişik, yüksək səviyyədə siz çıxışlar edirsiniz. Yuxarıda oturan səlahiyyətli şəxslər. Buradan bütün Azərbaycanın nazirlərinə təşəkkürümü bildirirəm. Bütün Azərbaycanın səlahiyyətli şəxslərinə buradan hamısına nazirlərimizə təşəkkürümü bildirirəm. Daxili İşlər Nazirimizə, Baş Prokurorumuza, Milli Təhlükəsizlik Nazirimizə, bütün nazirlərə hamısına təşəkkürümü bildirirəm. Mənə dəstəklədiyinizə görə Azərbaycanın bütün deputatlarına hamısına mən təşəkkürümü bildirirəm. Mənə dəstək oldular. Cənab Prezidentin apardığı siyasəti dəstəkləyirlər. Bütün nazirlərimiz, bütün deputatlarımız. Buna görə bütün Azərbaycanın bütün nazirlərinə, bütün deputatlarına təşəkkürümü bildirirəm ki, mənə dəstəklədiyinizə görə. Mənim bugünkü günü şad günümdür. Buradan bütün Azərbaycan xalqı ilə bölüşürəm. Mənə səlahiyyətli şəxslər tərəfindən təşəkkür bildirildi və cənab Prezidentimiz İlham Əliyev cənablarının fəxri fərmanına hazırlaş Rəşad Əliyev. Buna görə bütün Azərbaycanda, bütün nazirlərimizə, bütün deputatlarımıza təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, məni dəstəklədiyinizə görə bütün Azərbaycan xalqına efir vasitəsilə təşəkkürümü bildirirəm ki, məni dəstəklədiyinizə görə mənim çıxışlarımı 4 milyon yarım boş TikTok'da izləyicim var. Boş TikTok'da 4 milyon yarım izləyicim var. YouTube'da 3 milyon yarım. Facebook'da 2 milyon 800 min. Instagram'da 3 milyon 400 min. 400 izləyicim var. Əziz xalqım, buna görə mən bütün Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Bütün nazirlərimizə, bütün deputatlarımıza təşəkkürümü bildirirəm ki, məni zirvəyə gətirdiniz, çıxartdınız. Sağ olsun Azərbaycan xalqı ki, məhz cənab Prezidentimiz İlham Əliyev cənablarına apardığı siyasətə dəstək oldular. Bütün Azərbaycan xalqına təşəkkürümü bildirirəm efir vasitəsilə bütün deputatlarımıza. Çünki nəhəng liderimiz İlham Əliyev cənablarının apardığı siyasəti hörmətli deputatlarımız dəstəkləyir və hörmətli nazirlərimizə təşəkkürümü bildirirəm efir vasitəsilə. Hamımızın qarşısında baş əyirəm. Nazirlərin də, deputatların da, Azərbaycan xalqının qarşısında baş əyirəm ki, sağ olsun ki, məni bu zirvəyə xalq çıxartdı, sağ olsunlar. Xalq bir dəfə özünü göstərdi ki, yəni biz cənab Prezidentimizin yanındayıq. Azərbaycanımızın sərkərdəsi, Azərbaycanımızın dövlən ürəyi, bir nömrəli lider bütün dünya üzrə, bütün dünyaya sözün demiş Prezidentimiz. Eşq olsun cənab Prezidentimizə, eşq olsun buradan Paşayevlərə mənə dəstəklədiyinə görə. Baş əyirəm bütün Paşayevlərin qarşısında ki, məni dəstək oldular. Həmişə Paşayevlər mənə dəstək olublar. Bütün Azərbaycanda nə qədər Paşayevlər var, hamısına mən təşəkkürümü bildirirəm efir vasitəsilə. Bir nömrəli hörmətli ailədər Paşayevlər. Mən özüm şəxsən Paşayevlərdən nümunə götürmüşəm və önə gedirəm. Eşq olsun Paşayevlərə, sağ olsun, var olsunlar ki, mənə dəstək oldular. Bütün dünyaya mənə çıxartdılar. Eşq olsun Paşayevlərə. Həmişə mənə dəstək olublar, bizim ailəyə dəstək olublar. Çünki bir nömrəli ailədir Paşayevlər ailəsi. Heydər Əliyevası bir nömrəli ailədir. Mən özüm şəxsən özüm Heydər Əliyev ailəsindən nümunə götürmüşəm, önə gedirəm. Eşq olsun Azərbaycan xalqımıza ki, cənab Prezidentin həmişə yanındayıq və cənab Prezident də Azərbaycan xalqının yanındadır, yumruq kimi. Öldü var, döndü, yoxdur bu yolda. Mən Lənkəran sakini Rəşad Əliyev son nəfəsimə qədər cənab Prezidenti dəstəkləmişəm və dəstəkləyəcəm. 20 il Heydər Əliyev siyasətini dəstəkləyirəm və son nəfəsiməcən cənab Prezidenti dəstəkləyəcəm. Öldü var, döndü, yoxdur bu yoldan.
Ölənə qədər cənab prezidenti dəstəkləyəcəm. Eşq olsun Azərbaycan xalqına, sağ olsun, var olsun. Bütün Azərbaycan xalqında cənab prezidentimizə dəstək olmaya çağırıram. Bugünkü gün mənim şad günüm, bütün Azərbaycan xalqı ilə bölüşdüm. Qarabağ Azərbaycandır.